Salam aleykum. Bir qardaş sual verib ki, salam tanışım ximya alır, ishal olur, nə atırsa dayanmır. Nə eləmək olar? Bu çox vacib sualdır. Buna mütləq şəkildə cavab verməliyəm. Hər kəs də xahiş edirəm bu videonu paylaşsın, çünki xərçəng xəstələrinə mütləq lazımdır. Baxın, demək gedib ximya alırsınız, artıq bədənə böyük elə bir zərbə dəymiş olur. Bütün orqanizmə təsir eləyir ximya, çünki kimyəvi maddədir və həmçinin də bağırsaqlara böyük zərbə dəyir. Bu sual ümumiyyətlə mənə çox gəlir. Bir qardaş da, mömin qardaş var, o mənə yazmışdı. Dedi ki, qardaşım ximya alıb. İndi görəcək o qardaş da, ara sıra danışırıq ondan. Artıq ishal yaranıb onda. Yəni, gündə neçə dəfə bayıra gedir. Yəni, o deməkdir ki, artıq bağırsaq öz işini görə bilmir. Mikroflora pozuldu bağırsaqda bir dəfəlik. Bunu siz bu məqamda mütləq bərpa eləməlisiniz. Bax, bu xəstəyə çox vacib olan bir şeydir. Çünki artıq qidalar orada sorulmur, mənimsənmir, yəni əmilmir. Yediyiniz qida artıq birbaşa nəcisə gedir, atılır bayıra. Bədən oradan nə mineral alır, nə vitamin alır. Ona görə də bu insanlarda bu ardıcıl gedəndə növbəti ximya, sonra yenə ximya, immun sistemi çökür və nəhayət şişlər bədəndə yaranır. Çünki bədəndə immun sistemi deyilən bir şey qalmır. Bir xanım yazmışdı ki, yoldaşıma ximya vurdıq. Demək, ximyadan sonra mikroflorası pozuldu, illərdir dərmanata sağalmır. Onu sağaltmaq çətindir. Mən deyəcəm sizə nə etmək lazımdır. Bu məqamda mütləq bu lazımdır. Demək, artıq ishal yaranıbsa, o deməkdir ki, indi sizin öz dilinizdə sizi başa salın, başa düşəsiniz. O deməkdir ki, artıq bağırsaq sürətli elə bir çalışır. Yəni, orada əmilmə getmir, atılır qidalar bayıra. Və yaxud da ki, bəzi insanlarda belə səhərir bağırsaq, işləyə bilmir. Bax, bunu normal vəziyyətə gətirmək üçün əgər ishal varsa, götürürsünüz nar qabığını. Şirin nar qabığını götürürsünüz, bir xörək qaşığı, bir stəkan suda 5 dəqiqədə qaynadın, için. Bunu yavaş-yavaş için, bu yavaş-yavaş bunu saxlayacaq. Əgər çox şiddətlidirsə, onda ora palıd qabığı da bir çay qaşığı əlavə eləyirsiniz. Bir də onu içəndə qurtum-qurtum için və ağzınızda fırladın. Yaxalayan kimi elə 3-4 saniyə fırladın, həm dişlərinizin dibini bərkitsin, həm də udun. Artıq da bu yığıcıdır. Sizin bağırsağınızı toparlayacaq bir yerə. Və görsəz ki, qaydasına düşdü, saxlayın. Görsəz daha da şiddətlidir bu. Onda ona biraz da çiyələk yarpağı qatın, bir çay qaşığı da. Bu inşallah ki, saxlayacaq. Amma öncə nar qabığından başlayırsınız. Saxladısa dayandırırsınız. İshal olan insanlar, keçdik ishala. Əgər ishal deyilmi, qəbizlik. Qəbizli olan insanlar psilium tapsınlar, yaxşı psilium. Yasamal ərazisində var, mən bir-iki yerdə bildim. Sonra razində var, yaxşı yerdən tapın. Alın, sonra ondan istifadə edin, yeməklərinizin üstünə səpin, yeyin. O sizin qəbizliyinizi nisbətən azaldacaq. Və görsəz ki, yenə də azalmır və yaxud az azalıb. Onda Pakistan moringası tapırsınız. Pakistan moringasında elə azca istifadə edin, o çox güclü ishal yaradır. Bax, onda qəbizlikdə aradan qalxacaq. Artıq aradan qalxdısa ishal və yaxud qəbizlik, siz dərhal bağırsağın mikroflorasını gözəlləşdirməlisiniz. Siz hər gün 1-2 stəkan kefir içməlisiniz. Kefir, bax, onun tərkibində probiotik var. O birbaşa bağırsaqları qidalandırır, rahatlaşdırır, təmizləyir, işləməyini təmin edir. Onun üçün evdə hazırlanan kefirlər olur. Bəzi insanlar satır, düzəldir, satır. Ondan alın, istifadə edin. Və yaxud da ki, imkanınız yoxdur, kefirin mayasını alın, özünüz çalın, ondan hər gün 2 stəkan yeyin. O da yoxdursa da, heç bir yerdən tapa bilmirsə, dükanlarda olur. Gedin, heç olmasa dükanlardan alın. Ən yaxşısı odur ki, amma özünüz tapasınız. Bəzi insanlar satırlar. Sonra gündə 1-2 dənə yaxşı yetişmiş kivi yeyin. Heç olmasa həftədə 2 dəfə, 3 dəfə yeyin. Əgər imkanınız yoxdursa, 1-2 dənə yeyin ki, orada dəmirin əmilməyini təmin eləsin bağırsaq. İnsanlar bu qan azlığından əziyyət çəkir. Gedir ximya vurmağa, qanı yoxdur. Göndərirlər ki, get qan tap, qan vurucuna. Yəni, siz qan vurmalı deyilsiniz, gözəl insanlar. Bu, orqanizm özü onu tənzimləməlidir. Bu, bağırsaqda baş verir. Siz bağırsağı gözəl şəklə salsanız, bütün mineral, vitamin gedəcək o insanın bədəninə. Bədən özü tənzimləyəcək onu hamısını. Siz yəni əlavə heç nə qəbul eləməli deyilsiniz. Sonra bəzi insanlar var ki, bədənində yad törəmə aşkar olunur. Bədəndə metastaz yoxdur. Gedir ximya vurulur.
Ximiyadan sonra bir müddət sonra bədəndə metastaz başlayır. Bax, o niyə olur? Çünki sizin bağırsağınız mineral, vitamini sovura bilmir, pozulur. Ximiyadan sonra mütləq ki, pozulacaq. Bu mümkün deyil. Mənim başıma gəlib bunlar. Hamısını bərpa edib yerinə qoymalısınız. Metastaz verir. Çünki yayılır. Çünki immun sistemi çökə-çökə gedir. Bədəndə də ki, bağırsaq mineral, vitamini sovura bilmir. O qədər zəiflik ki, ardıcıl olaraq ximiya vurulur. İnsan bir gün bədənində yağ törəmələr, o şişlər, metastaz deyilir də, bu müasir tibbin dili ilə deyirəm sizə, yayılmağa başlayır. Çünki immun sistem yoxdur bədəndə, ölüb. Bunu təmin etmək lazımdır, bunu qaldırmaq lazımdır ki, ximiya birbaşa şişlərlə məşğul olsun, orqanizmdə gücləndirmək lazımdır. Bunu siz inşallah eləsəniz, vallahi ki, yəni gözəl nəticə alacaqsınız. Sürətli şəkildə sizdə sağalma gedəcək. Sonra çalışın 1 saat, saat yarım yürüyüş eləyin, bütün qan damar sistemini açın. O uzqar nöqtələrdə olan toxumalar qidalanmır. Bax, bunları təmin etmək lazımdır. Yatmaq rejiminə riayət etmək lazımdır. Bir xanım var, mənə sual verir, gecə saat 12-də yazıb ki, nəysə də bir şey soruşur ki, bunu necə eləyim? Deyirəm, mənim o ilk sözüm oldu ki, indi görəndə biləcək ki, sən bu vaxtı niyə yatmamısan? Sən onda yatmalısan, saat 5-də durmalısan. Çünki saat 11-dən 3-ə qədər bədən özünü yenilir, bərpa işləri gedir orqanizmdə. Siz bunları təmin eləməlisiniz. Siz bədənə qulaq asmalısınız ki, bədən nə istəyir? Mən məsələn üçün öz orqanizmimi elə bir vəziyyətə gətirmişəm ki, artıq gecə saat 10-un yarısında mənim gözlərimdən yuxu tökülür. Çünki orqanizm siqnal verir ki, get yat, bərpa işləri getməlidir bədəndə. Biz bunu təmir eləməliyik. Mənim çürümüş ağciyərimi Allahın izni ilə bu sistem düzəltdi, yaratdı. Bax, onları bərpa elədi. Yəni bunu nəzərə alın. Bu pulla olası şey deyil. Vallahi ki, siz insanlar var ki, pulu var, yaxınları xəstədir, anası, bacısı xəstədir, qardaşı xəstədir. Pulu vermək istəyir ki, həkimə məni sağalt. Bu pulla olmur da. Bunu siz özünüz eləməlisiniz. Bu mümkün deyil. Pulla alınmır bu. Vallahi ki, alınmır. İnsanlar vardı, vallahi ki, pulları vardı. 100 minlərlə Türkiyədə pul tökdü, gəldi burada dünyasını dəyişdi. İsraildə pul tökdülər, gəldi burada dünyasını dəyişdi. Hamısını biz görə-görə gəlirik. Xod gedən yerlərdə müalicə aldılar, özəl dillərdən indi belə deyək. Hamısı çoxsu dünyasını dəyişdi. Biz görürük də hamısını bunları. Hamı da görür. Yəni bu o deyil də. Siz orqanizmə nə verəcəksiniz, necə baxacaqsınızsa, o da sizə onun bəhrəsini verəcək. Bax, bunu heç zaman yadınızdan çıxartmayın. Mütləq şəkildə bağırsağın mikroflorasını bərpa edin, yerinə qoyun, immun sistemini qaldırın, gedin bir 2 dəqiqə, 3 dəqiqə, 4 dənə belə ximiya alın, bitsin, çıxsın, getsin bu. Ondan sonra da dərhal sağlam qidalanmaya keçməlisiniz. Əgər siz sağlam qidalanmaya keçməsəniz, yenə də o yağ törəmələr sizi bir gün yaxalayacaq. Bir gün yenə də qayıdacaq o. Vallahi bütün xəstəliklər sağalandı sonradan qazandığımız, elə başda da xərçəng xəstəliyi. Yəni bu sizin öz əlinizdədir. Mən bu yaxınlarda bir qonaq getmişdim. Orada mən qidalanırdım da. Mən orada belə deyim də, salatları o qədər çox yedim ki, hamı mənə baxırdı da, göyərtilər, hamı qabağında olan göyərtiyi çəkdim, yanıma yedim. İnsanlar baxır ki, bu nə qədər göyərti yeyir. Oradan bir dənə qida seçdim mən, bir dənə. Elə bir belə deyim də, kartoşka. Kabab eləmişlər kartoşkanın kababını. Bir dənə o qoydum qabağıma, bir dənə salat bolluca. Hamının salatından mən yedim. Hamı mənə baxdı ki, bu nə qədər salat yeyir. Yəni orqanizmə canlı qida lazımdır. Siz bunu versəz ona, o da sizə onun bəhrəsini verəcək. Mən yəni insanlara sağalmağın yollarını göstərirəm ki, getsinlər sağalsınlar. Yəni cavan insanlardır, körpələri var. Bəzilərin yoldaşları qadınlar dünyasını dəyişir, bəzilərin ərləri dünyasını dəyişir. Yəni başsız qalırlar, uşaqlarını böyütmək çətin olur. Valla insanlar mənə ağlaya-ağlaya zəng edir ki, biz necə sağalaq, bizə yol göstər. Mən sizə yol göstərirəm. Mən daha bundan artıq nə deyim. Mən yəni özümün üzərimdə yoxladığım şeyləri, şəfa gördüyüm şeyləri insanlar üçün paylaşıram ki, sağalmağın yolu budur. Yəni bu milyonla, pulla deyil. Olmur bu. Vallahi ki, olmur. Allah bütün xəstələrə şəfa versin bizə də. Onun üçün də video biraz çox oldu. İndi məcburam da bunu belə paylaşım mən.